Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir dadlı salat hazırlayacağıq. Az ərzaqlar gedir, ancaq çox dadlı bir salatdır. Brokoli salatıdır. Deməli, bunun üçün bizə nələr lazım olacaqdır? Gördüyünüz kimi, bax, beləcə soğutma pişirmişik brokolini. Brokoli lazım olacaqdır. 4 dənə yumurta, 1 tiş böyük tiş sarımsaq, sizdə əgər balacadırsa 2 tiş də eləyə bilərsiniz. Qarğadalı və mayonez lazım olacaq. Təbii ki, duz yoxdursa zövqə görə. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, ilk öncə götürürük brokolimizi. Bax, beləcə doğrayırıq. İnandırım sizə, həm faydalı bir salatdır, həm də çox gözəl tamı olur. Yəni bizim ümumiyyətcə kanalımızda olan salatlar həm faydalıdır, həm də gözəl, belə deyərdim, tamlı salatlardır. Baxın, həm də gözəl görünüşləri olan, yəni müxtəlif orada salatlar var ki, hər ilin simvolu olan və digər görünüşlü, yəni salatlardır. Beləcə doğrayırıq. Onu da deyim ki, bu brokoli pişəndə pörtlətdikdə elə bir bunu suda pişirdik, 5-6 dəqiqə. İndi biraz da az da eləmək olar, 4 dəqiqə zat, əgər siz istəyirsinizsə xırt-xırt olsun. Suyuna biz elə bil ki, belə deyək də, duz əlavə etmişdik. Ona görə azca duz tökəcəyik salatımıza. Belə. Deməli, əziz izləyicilər, brokolini elədikdən sonra yumurtamızı bir neçə hissəyə bölüb beləcə doğrayırıq. Belə. Gördüğünüz kimi bu şəkildə yumurtalarımızı doğrayırıq. Deməli, əziz izləyicilər, yumurtamızı da belə doğradıqdan sonra götürürük sarımsağımızı, bax, belə bir sarımsaq rəndələyəndən keçirdirik. Belə. Gördüyünüz kimi onda tamı yaxşı olur. Yəni xırda-xırda doğrayanda yaxşı olmur. Və qarğıdalımızı, kukuruzumuzu belə deyək, tökürük. Üzərinə döktükdən sonra üzərinə duz əlavə edirik. Və mayonezimizi töküb yaxşıca qarışdıracağıq. Mayonezimiz çox gözəl mayonezdir. Əziz izləyicilər, gördüyünüz kimi, bax, beləcə salatımız hazır oldu və boşqaba qoyub servis edib süfrəyə verə bilərik. Belə. Belə, əziz izləyicilər, gördüyünüz kimi artıq salatımız hazırdır. Çox dadlı və gözəl alınır. Beləcə hazırlayın və hər kəsə nuş olsun. Çox dadlı və gözəl olur. Peşman olmaz. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.